Bismillahirrahmanirrahim. Gözəl atalar sözü var. Oğru elə bağırdı, doğru bucağa qısıldı. Dün Azərbaycanın dövlət televiziyalarında, zuhud medialarında, müstəqil medialarda özünə şiə deyənlərə, hicab taxanlara deyirlər ki, gedin İranda yaşayın. İstəyirəm yadınıza Azərbaycanın tarixini salam ki, 1918-ci ilə qədər Məhəmməd Əmin Rəsulzadəni məcbur eləməyən bir dövrə qədər Azərbaycanın tarixi adı olub Aran. Aran yəni İran. Bütün minillik imperiya dövrünü yadınıza salıram. Səlcuqilər, Qaraqoyunlular, Ağqoyunlular, Hülakilər, Səfəvilər, Qacarlar, Əfşarlar və s. və ilaxır. Bütün dövrlərdə bizim ümumi ölkəmizin paytaxtı həmişə olub Rey, İsfahan, Həmədan, Təbriz və s. və ilaxır. Hamısı yəni indiki İran ərazilərində olmuş torpaqlardır. Azərbaycan zaten İrandır. Bizi İrandan İrana qovmaq istəyirsiniz. İndi baxaq görə ölkəmizdə bizim babalarımız kimlər olub, kimlər yaşayıb bu ölkədə. Yəni famililərimizə baxanda babalarımızın kimliyi məlum olur. Məhəmmədovlar, Əliyevlər, Həsənovlar, Hüseynovlar, Bağırovlar, Sadıqovlar, Musayevlər, Qasımovlar, Nağıyevlər, Mehdiyevlər, Hadiyevlər. Bir də yadınıza salım da Heydər Rızaoğlu Əliyev. Cuhudovlar var bu ölkədə. Yahudovlar var bu ölkədə. Petrovlar var bu ölkədə. Siz şiələrin ölkəsindən hara qovursunuz? Ay cuhudlara satılmışlar. Ay ölkəni cuhudlara satanlar. Ay şərəfini itirmişlər. Və unutmayın ki, Azərbaycan xalqı Hüseyni millətdir və Azərbaycan Hüseynçilərindir. Azərbaycan İranın özüdür. İran da Azərbaycanın özüdür. Ayrı sözümüz var.